Salam, sabahınız xeyir olsun. 19 avqust 2026-cı il tarixidir. Yay fəslinin 60-cı günüdür. Rəbiəvvəl ayının 6-cı günüdür. Rəbiəvvəl ayının ilk həftəsinin ilk 3-cü çərşənbə günüdür. Günümüz xeyirli uğurlu, can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə, dinc qulaqla keçmiş olsun. Amin inşallah. 19 avqust günündə işləri arxasınca gedən, iş yerlərində, ofislərində işləri ilə məşğul olan, evdə ev işləri ilə, evdarlıqları ilə məşğul olan hər bir şəxsə can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, ruzili, şad xəbərlərlə zəngin olan, dinc qulaqlı bir 3-cü günü, çərşənbə günü keçirmələrini arzulayıram. 19 avqust günündə kimlər təhsili ilə məşğuldurlar, məktəblilər, orta ixtisas və ali təhsili olan tələbələr, eləcə də digər təhsili ilə məşğul olan şəxslərə can sağlığı, zehni açıqlığı, yol açıqlığı, sülh əmin-amanlıq, firavanlıq, bol bərəkətli, rozilli, şad xəbərlərlə zəngin olan, dinc qulaqlı olan bir 3-cü günü, çərşənbə günü keçirmələrini arzulayıram. Qarşılarına qoyduqları hədəflərə, məqsədlərə çataraq həm Azərbaycan Respublikası üçün, həm bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzulayıram. Müəllimlərin işə qəbulu üzrə sosial fəaliyyətləşdirmə üzrə imtahandan yüksək nəticə göstərib, müsahibə mərhələsinə hazırlaşanlara can sağlığı, zehni açıqlığı, yol açıqlığı, müsahibə mərhələsindən də uğurla keçmələrini arzulayıram. Müəllimlərin işə qəbulu üzrə sertifikatlaşdırma üzrə uğursuz nəticə göstərənlərə də can sağlığı arzulayıram. Ruhdan düşməyərək, böyük ruh yüksəkliyi ilə yenidən hazırlaşaraq imtahanlara qoşulub, yüksək nəticə əldə edərək yenidən işlərinə yerləşib və yüksək əmək haqqı ilə çalışmalarını arzulayıram. Bununla yanaşı 19 avqust günündə kimlər rəhmətə gedəni var, Allahdan rəhmət diləyirəm, qalanlara can sağlığı, səbir diləyirəm. 19 avqust günündə kimlər anılır, yad edilir, xatırlanır, hər birinin ruhu şad olsun, hər birini xoş yad etməyə, xatırlama, anma, hər birimizə arzulayıram. Bununla yanaşı isə 19 avqust günündə kimlərin xəstələri var, hər birinə can sağlığı, şəfa diləyirəm. Bütün qazilərimizə can sağlığı, şəfa diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini, əskər ailələrini, Azərbaycan ordusunu salamlayıram. Can sağlıqlı, sülh əmin-amanlıqlı, firavanlıqlı, bol bərəkətli, rozili, şad xəbərlərlə zəngin olan, dinc qulaqlı bir 3-cü günü, çərşənbə günü keçirmələrini arzulayıram. 19 avqust günündə kimlərin ad günüdür, şad günüdür, xoş günüdür. Hər birini bu münasibətlə təbrik edirəm. Kimlərin peşə günüdür, işə qəbul günüdür, onları da təbrik edirəm. Hər birinə can sağlığı, uzun ömür, müvəffəqiyyətlər, uğurlar arzulayıram. Eləcə də 19 avqust günündə tarixi hadisələr baş vermişdir. 19 avqust günündə baş verən tarixi hadisələr bunlardır. 19 avqust 1561-ci ildə 18 yaşlı Maria Stuart 13 il Fransada qaldıqdan sonra Şotlandiyaya geri döndüyü gündür. 19 avqust 1888-ci ildə Belçikada dünyada ilk dəfə olaraq gözəllik müsabiqəsi keçirildiyi gündür. 19 avqust 1919-cu ildə Əfqanistan Böyük Britaniyadan müstəqillik aldığı gündür. 19 avqust 1953-cü ildə İranda Məhəmməd Müsəddiqin başçılıq etdiyi hökumətin devrildiyi gündür. 19 avqust 1960-cı ildə dünyada ilk dəfə olaraq canlı məxluq Belka adlı it SSR-nin Sputnik 5 raketi ilə kosmosa göndərildi və avqust ayının 20-sində sağ-salamat geri qayıtdığı gündür. 19 avqust 2009-cu ildə Bağdadda terror aktı nəticəsində 101 nəfərin həlak olduğu və 565 nəfərin isə yaralandığı gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.